Mən Vüsal Kərimov, 1985-ci ildə bu şəhərdən anadan olmuşam və 2025-ci ilin dekabr ayının 24-ü prezidentdən açar alanların içində mən də var idim. Gələndən də bu müəssisədə işə başlamışam. Fəaliyyətimiz də müəssisəmizin iş fəaliyyəti yüksək gərginlikli elektrik dirəklərinin istehsalıdır. Respublikanın hər yerinə bizim müəssisə tərəfindən elektrik dirəkləri verilir, yəni istifadə olunur. Çox gözəl hissdir ki, biz bura köçməmişdən artıq bizim müəssisəmiz, bizim işimiz hazır idi burada. Yəni yaxınlaşıb müraciət edən kimi işə götürülmüşük. Ümumiyyətlə müəssisəmizdə 17 əməkdaş fəaliyyət göstərir ki, onlar keçmiş məcburi köçkünlərdilər. Onların da hal-hazırda iş fəaliyyətini siz görürsünüz, çalışırlar. Belə, yəni çox gözəldir hər şey. Mən ümumiyyətlə Ağdamlıları və Qarabağlıları səsləyirəm ki, bu öz torpaqlarına geri dönüş eləsinlər. Çünki bizim torpaqdır, bizə məxsusdur. Biz burada yaşamalıyıq, yaratmalıyıq, böyüməliyik, inkişaf eləməliyik.